Salam, hər vaxtınız xeyir. Bugündən etibarən 7-ci sinif iş dəftərində verilmiş tapşırıqlara izah etməyə çalışarıq. İlk olaraq birinci bölmə ilə başlayaq. Birinci bölmədə mövzu 1.1-də coğrafi mövqeyin təyini ilə bağlı olan tapşırıqlara gəlin baxaq. Birinci tapşırığımızda deyir ki, Sinqapur dövlətinə aid doğru və ya yanlış ifadələri işarələ. Sinqapur Şimali Asiya regionunda yerləşir. Bu yanlış fikirdir. Sinqapur bildiyimiz kimi Cənub-Şərqi Asiya regionunda yerləşir. Güclü iqtisadiyyata malikdir, doğru. Ölkənin əhalisi çox millətlidir, bəli, doğru. Ölkə ərazisi əslən şimal və qərb yarımkürəsində yerləşir. Xeyr, Sinqapur ölkəsi şimal və şərq yarımkürəsində yerləşir. Sinqapurun ərazisi 1 dərəcə şimal enliyində və 103 dərəcə şərq uzunluğunda yerləşir. İkinci tapşırıqda Cənub-Şərqi Asiya regionunda kontur xəritəsinə əsasən sualları cavablandırın. Gəlin ölkələrimizi müəyyənləşdirək. Yəni burada deyir ki, rəqəmlərlə göstərilən ölkələri müəyyən edin. 1 rəqəmi ilə göstərilən ölkə Myanmadır. 2 rəqəmi ilə göstərilən ölkə Sumatra adasıdır, İndoneziyanındır. 3 rəqəmi ilə göstərilən ölkə Tayland. 4 rəqəmi ilə göstərilən ölkə Malayziya. 5 rəqəmi ilə Sinqapurun özü. 6 rəqəmi ilə göstərilən ölkə isə Vyetnamdır. Bunlar Cənub-Şərqi Asiya regionunun ölkələridir. Sinqapur dövlətini regionun digər dövlətlərindən fərqləndirən iki cəhəti qeyd edin. Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada inkişaf etmiş ölkədir və həmçinin Sinqapur mühüm dəniz limanları, belə deyək, dəniz limanlarının keçdiyi boğazlar üzərində yerləşir. Yəni Sinqapuru şimalda Malayziyadan Kohor boğazı, cənubdan İndoneziyadan isə Sinqapur boğazı ayrılır və bu ölkə mühüm dəniz ticarət yolunun üzərində yerləşdiyi üçün güclü inkişafa səbəb olmuşdur. Sinqapurun coğrafi mövqeyini təhlil edib fikirlərinizi yazın. Sinqapur şimal və şərq yarımkürəsində yerləşən ekvator xəttindən şimalda, Qrinviç meridianından şərqdə yerləşir. Coğrafi mövqeyi kimi Cənub-Şərqi Asiya regionunun iki okean arasında, yəni Sakit okeanı ilə Hind okeanının sərhədində yerləşir və burada mühüm dəniz ticarət yollarının üzərindədir. Coğrafi mövqeyə aid olan anlayışlar uyğun ifadələrlə birləşdirin. Mütləq mövqey var və nisbi mövqey var. Obyektin digər obyektlərə nəzərən yerləşməsi. Obyektin digər obyektlərə nəzərən yerləşməsi bu nisbi mövqeyə aiddir. Obyektin yerləşdiyi nöqtə və ya sahə nəzərdə tutulur. Bu mütləq mövqeydir. Obyektin okean və dənizlərə çıxışın olub-olmadığı, bu da nisbi mövqeyə aiddir. Coğrafi enlik və uzunluqla ifadə olunur. Bu da mütləq mövqeyə aiddir. Bildiyimiz kimi mütləq mövqey koordinatlarla, dərəcələrlə olan mövqeydir, yəni ölçmə. Amma nisbi mövqey daha çox digər obyektlərə nəzərən olan mövqeydir. Xəritə sıxımında verilmiş məntəqələrin coğrafi koordinatlarını müəyyən et və cədvəldə yaz. Gəlin bir-bir müəyyən edək. Deməli, bir nöqtəsi 75 dərəcə şimal enliyində, 60 dərəcə qərb uzunluğunda yerləşir. İlk öncə bunu deyək ki, ekvator yeri 2 bərabər hissəyə bölür. Şimal və cənub yarımkürələrinə, yəni 2 yarımkürəyə bölür. Şimal yarımkürəsində olan enlik, yəni şimal enliklər, cənub tərəfdə olanlar, yəni ekvatordan cənub tərəfdə olanlar isə cənub enliklər adlanır. Və bir də yerin mərkəzindən keçmə, belə deyək, şimal qütbü ilə cənub qütbünü birləşdirən və yeri digər 2 yarımkürəyə bölən Qrinviç meridianıdır. Qrinviç meridianından da qərbdə olanlar olur qərb uzunluğu, şərqdə olanlar olur şərq uzunluğu. Burada bir rəqəminə fikir versək, Qrinviç meridianından qərbdə də olacaq 60 dərəcə qərb uzunluğu və 75 dərəcə şimal enliyi. 2 rəqəmi 75 dərəcə şimal enliyi, 45 dərəcə şərq uzunluğu. Düzdür, burada 45 dərəcə şərq uzunluğu verilməyib, lakin 30 ilə 60-ın ortası 45-ə düşdüyü üçün, yəni o ədədi ortası 45 olduğu üçün 2 rəqəmi də 45 dərəcə şərq uzunluğu olacaq. Sonra 3 rəqəminə baxırıq. 3 rəqəmi yerləşir 60 dərəcə şimal enliyində, yəni ekvatordan şimaldadır və 165 dərəcə qərb uzunluğundadır. Sonra 4 rəqəmi yerləşir 60 dərəcə şimal enliyində, 15 dərəcə şərq uzunluğu. 5 rəqəmi yerləşir 60 dərəcə şimal enliyində, 120 dərəcə şərq uzunluğunun üzərində. Daha sonra 6 rəqəmi yerləşir 45 dərəcə şimal enliyində, 90 dərəcə şərq uzunluğunda. 7 rəqəmi yerləşir 45 dərəcə şimal enliyi, 15 dərəcə qərb uzunluğu. 6 da 90 dərəcə qərb uzunluğu idi. 8 rəqəmi yerləşir 45 dərəcə şimal enliyi, 75 dərəcə şərq uzunluğunda.
Sonra 9 rəqəminə baxaq. 9 rəqəmi yerləşir 15 dərəcə şimal enliyi, 105 dərəcə qərb uzunluğu. 10 rəqəmi yerləşir 30 dərəcə şimal enliyi, 15 dərəcə qərb uzunluğu. 11 rəqəmi də yerləşir 30 dərəcə şimal enliyi, 15 dərəcə şərq uzunluğunda. Daha sonra 12 rəqəmi yerləşir 15 dərəcə şimal enliyi, 90 dərəcə şərq uzunluğu. 13 rəqəmi də 15 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğunda yerləşir. Yəni bir sözlə 13 rəqəm 13-ə kimi olan bütün ərazilər şimal yarımkürəsində, yəni şimal enliklərində yerləşir. Amma rəqəm 14-dən sonraki rəqəmlər isə cənub yarımkürəsində, yəni cənub enliklərində yerləşir. 14 rəqəmi 15 dərəcə cənub enliyində, buradan da fikir versiniz, 15 dərəcə cənub enliyi, 60 dərəcə, yəni uzunluğa fikir versək, bu 60 dərəcədir. 60 dərəcə qərb uzunluğu. 15 rəqəmi 15 dərəcə cənub enliyi, 15 dərəcə şərq uzunluğunda. 16 rəqəmi isə, yəni 16-cı məntəqəmiz yerləşir 15 dərəcə şimal enliyi, uzunluğa əgər buradan fikir versə 120 dərəcə şərq uzunluğu olacaq 16 rəqəmi. Daha sonra 17 rəqəminə baxsaq 45 dərəcə cənub enliyi, 90 dərəcə şərq uzunluğu. 18 rəqəmi 75 dərəcə cənub enliyi, 90 dərəcə qərb uzunluğu. 17 ilə 18 ikisi də 90 dərəcə qərb uzunluğundadır. 20 rəqəmi 19 rəqəmin əvvəlcə baxaq. 30 dərəcə cənub enliyi, 105 dərəcə şərq uzunluğu. 20 rəqəmi 75 dərəcə cənub enliyi və 90 dərəcə şərq uzunluğunun üzərində yerləşir. Yəni bir sözlə məntəqələrimizin koordinatları belə olacaq. Daha sonra plana əsasən sualları cavablandırın. Burada obyektlərin dörtlü koordinat, şəbəkədə koordinatlarını yazın. İlk olaraq bizdən gölü soruşur. Əgər burada sıxımda fikir versək, göl bu kvadratın içərisində, daxilində yerləşir. Və burada da 34, yəni ilk olaraq 13, yəni göl olacaq 13, 34 və yaxud 13, belə deyək, 34 yaza bilərik gölün koordinatı kimi. Çünki bu kvadratın sol aşağı küncünü götürürük və ilk olaraq, yəni aşağıdakı rəqəmi yazırıq. Yəni 13-ü, daha sonra isə sol tərəfdə yazılan rəqəm, yəni 13, 34 olacaq. Daha sonra burada meşə verilib. Əgər biz meşəyə baxsaq, yəni meşə burada çox yerdə yayılıb, amma ən çox, məsələn, bu kvadratın içərisində daha çox yayılıb. Burada fikir versək, burada daha çox yayılıb. Daha sonra burada da var. Yəni müxtəlif koordinatlar yaza bilərik, dörtlü koordinat. Məsələn, 16, 32 yaza bilərik. Daha sonra 17, 32 yaza bilərik. Yəni 16, 32, 17, 32. Yəni bir neçə rəqəmi yaza bilərik meşə üçün. Daha sonra külək turbini. Külək turbininə baxsaq, o verilib bu kvadratın daxilində. Bu kvadratın da sol aşağı küncünə baxsaq, 14, 34 olacaq. Yəni buraya yazarıq 14, 34. Daha sonra bizdən bataqlığı istəyir. Bataqlıq bir neçə yerdə verilib. Məsələn, əgər biz bu kvadrat içərisindən bunu götürsək, yəni buradakını əsas götürsək, bu 32, yəni 14, 32 olacaq. Yenə deyirik, sol aşağı küncü götürürük, yəni dörtlü koordinat taparkən sol aşağı künc 14, 32. Daha sonra çay verilib. Çay yəni bir çox, belə deyək, axdığı əgər dörtlü koordinatlara baxsaq, ilk olaraq buradan, yəni biz yaza bilərik 14, 17, 34. Daha sonra bu kvadratın içərisində götürə bilərik ki, 16, 33. Daha sonra növbəti kvadratın içərisində bunu götürə bilərik 15, 33. Daha sonrakında 14, 33. Ən sonda, yəni çayın ən sonunda, buradakı kvadratın içində olacaq ki, bu da 13, 32 olacaq. Yəni sol aşağı küncü götürsək 13, 32 olacaq. Daha sonra istirahat zonasıdır. İstirahat zonasını əgər biz buradan tapsaq, istirahat zonasını burada göstəriblər. D nöqtəsinin yanında.
və istirahat zonasının yerləşdiyi dörtlü koordinat 32, 17, 32 olacaq. Yəni 17, 32 yaza bilərik. Planda hərflərlə qeyd edilmiş obyektlərin altılı şəbəkədə koordinatlarını yazın. İlk olaraq A hərfi ilə başlayaq. A nöqtəsinə təqribən baxsaq, A nöqtəsinin ilk olaraq dörtlü koordinatı yazırıq. Yəni A nöqtəsinin yerləşdiyi dörtlü koordinat 13, 34, 13 yazırıq. Bir dama buraxırıq, 34 yazırıq. Və təqribən ilk olaraq sol tərəfindən təqribən burada 6 xana, aşağıdan da təqribən 5 dama yerləşdirmək olar. Yəni bu təqribi tapılır. Ona görə bu olacaq 136, 345. Sonra baxırıq B nöqtəsinə. B nöqtəsinin də dörtlü koordinatını yazsa, bu olacaq 14, 30. 14, 30. Və sol tərəfdən əgər saymağa başlasaq, burada təqribən 5 xana. Aşağıdan saymağa başlasaq, təqribən burada 8 dama yerləşdirmək olar. Yəni bu 7, 8 burada dəyişkən rəqəmlər ola bilər. Sonra C-yə baxsaq, C-də baxsaq, C-nin yerləşdiyi ilk olaraq dörtlü koordinat 17, 32-dir. Yəni sol aşağı kön götürürük. 17, 32. Və buradan sol tərəfdən saysaq, burada təqribən 8, 9 dama, yəni 8. Aşağıdan da 1 dama yerləşdirmək olar. Ona görə olacaq 178, 321. D nöqtəsi isə tən ortada yazılıb. İlk olaraq dörtlü koordinatına baxsaq, sol aşağı küncdən 32, 17, 32 olacaq. Eyni ilə 17, 32. Burada indi biraz rəqəm elə bil, burada 31 olmalıymış. Yəni o cəhətdən biraz yanlış gedib. Yəni 17, 31 olmalıymış. Ona görə bura 17, 31 yazırıq. Burada 32 səhv olub. 17, 31. Koordinatlar olaraq da tən ortada, yəni hər ikisinə 5 yaza bilərik. Yəni dörtlü, altılı koordinatlarını belə təqribi olaraq tapa bilərik.